Hüseynov Pəncalı Bəhmanoğlu 7 may 2001-ci ildə Neftçala rayonunun Qaralı kəndində anadan olub. 2007-2018-ci illər Qaralı kənd orta məktəbində təhsil alıb. 2 iyul 2019-cu ildə həqiqi hərbi xidmətə gedib. 27 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlanan vətən müharibəsi zamanı cəbhə bölgəsində xüsusi təyinatlı qüvvələrin kəşfiyyat bölümündə snayperçi olaraq iştirak edib. O, Murovdağ və Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. Murovdağ istiqamətində gedən döyüşlərin birində qəhrəmanlıqla şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün vətən uğrunda Kəlbəcərin azad olunmasına görə və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilib. Neftçala rayon Qaralı kənd qəbristanlığında dəfn olunub. Məkanı cənnət olsun şəhidimizin.